İşi peşəsi gecə-gündüz sızlamaq olan, sevənlərin dərslərini qəlbində daşıyan, ürəyi həsrət içindəykən, sevdiyinə dünyadan böyük ürək bağışlayan, işıqlı sabah diləyən, aşiq olurlar şairlər. Yaşamaq üçün arzuya, ümidə sığınan, bizimlə birgə qəlbimizdə çağlayan, duyğularımızı bizdən xəbərsiz misralara çevirən, könlümüzün həmdəmi olurlar şairlər. Şair Şərafəddin İlkin kimi. Kimisi üçün övlad, kimisi üçün qardaş, kimisi üçün ata, dost, tələbə, əskər yoldaşı olan, amma çoxumuz üçün yaxşı ki ümid var, yaşamaq üçün deyərək qol qanad verib, yaşamaq eşqi oyadan, həyat və sevgi dolu şair Şərafəddin İlkinin ömür yolunu vərəqləyək. Şərafəddin Həsənov Südeyfoğlu 29 oktyabr 1965-ci ildə Masallı rayonunun Bədalan kəndində anadan olub. Bədalan kənd tam orta məktəbini 1982-ci ildə bitirdikdən sonra Bakı Neft-Kimya Texnikumuna daxil olub. 1983-85-ci illərdə ordu sıralarında kişilik və mərdlik məktəbi keçib. Əmək fəaliyyətinə 1987-ci ildə Masallı 1 nömrəli çay fabrikində başlayıb. Sonra təhsilini Azərbaycan Pedaqoji Universitetində Qiyabi şöbəsində davam etdirib. 1993-cü ildə mətbuatda çalışaraq Azərbaycan müəllimi, Həyat, Vaxt, Ekologiya, Ant qəzetlərində, eləcə də Azərbaycan təbiəti orta təhsil jurnallarında işləyib. Orta məktəb illərindən bədii yaradıcılıqla məşğuldur. Hər şey qonşu olanın, onu kənddə Baloğlan Əşrəfovun iştirak etdiyi toy şənliyində şeirini oxumağa həvəsləndirməsindən başladı sanki. Şərafəddinin gələcəkdə şair olacağına heç kimin şübhəsi qalmadı. Heç kəs zənnində yanılmamışdı. Sonra şeir kitabları çapdan çıxdı. Göz gözə yalan deməz. Gözlərinə de ki, mən səndən küsmədim ki, Şərafəddinin müəllif olduğu çox sayda populyar mahnıları ustad sənətkarlarımızın repertuarında görmək mümkündür. 2020-ci ildə prezident təqaüdünə layiq görülüb. Rəsulza mükafatı laureatıdır. Ailəlidir, bir oğul, bir qız atasıdır. Ömrünə bəzək bir nəvəsi var. Nəğməkar şairin 60 illik yubileyi yaxınlaşır. Arzu edirik ki, varlığını hər an bizlərə hiss etdirən, hər misrasını oxuyanda poeziyamız, ədəbiyyatımız yaşayır deyə bildiyimiz şairin bütün qəlbi və ruhuna hakim kəsilmiş. Şeir, sənət, poeziya sevgisi heç vaxt onu tərk etməsin. Yubileyiniz mübarək Şərafəddin İlkin. Çox sevdiyiniz, dostunuz, sirdaşınız, böyük sənətkarımız Baloğlan Əşrəfovun oxuduğu kimi 60 yaş nədir hələ?